İkinci videomuzda 6. suala devam edelim. 6. sualda bizdən x və y hər ikisi cüt ədəd olarsa, ifadələrdən hansının tək ədəd ola biləcəyini soruşur. A variantında 5x, y-dir. X, y hasili, cüt ədədlərin hasili bizə cüt, onu da 5-ə vursaq yenə cüt ədəd verəcək. B variantında isə x kvadrat üstəgəl y kvadrat böl 2. Ədədin kvadratı yenə təkrar edirəm cütdür. Cüt ədədin kvadratı da cütdür, onların cəmi də cütdür. Bu ədədləri də 2-yə bölsək, məsələn 2 və 4 qoysaq yerinə cavabı alarıq ki, 2-nin kvadratı 4, y-in kvadratı, yəni 4-ün kvadratı 16, cəmi 20, 2-yə də bölsək 10 alarıq. Yəni burada da cavabımız yenə cüt olar. C variantında isə x kubu üstəgəl y kubu bölünsün 4. Burada yenə 2 və 4 rəqəmlərin yerinə qoysaq, hər ikisi cüt olduğu üçün qoysaq görərik ki, yenə cavabımız cüt alınır. Çünki cüt ədədin kubu da cütdür. Daha sonra x üstəgəl 3 y. Burada yenə qiymət qoysaq, məsələn 2 qoyaq x-in yerinə, y-in yerinə 4 qoyaq. 2-nin üzərinə 12 gəlsək, 14 alarıq. Yəni yenə yekunda cavabımız cüt olacaq. Nəticədə y-yə baxaq. Y-də x üstəgəl y böl 2. Gəlin burada yenə 2 və 4-ü qoyaq. 2 üstəgəl 4 böl 2. Aha, burada artıq görürük ki, cavabımız 3 alınır, yəni tək cavab alınır. Tək ədəd alınır. Yəni 6-cı sualda cavabımız Y variantıdır. 7-ci sualda ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd hansıdır? Ardıcıl ədəd dediyinə görə ilk ədədimi nə olduğunu bilmirəm. Ona görə n götürürəm. N götürürəm. Birinci ədədim n-dir. Ardıcıl olduğu üçün n üstəgəl 1, n üstəgəl 2 və s. belə gedir. Ta ki n üstəgəl 99-a qədər. Çünki 100 ardıcıl natural ədəd deyirsə, birinci n-dirsə, ən sonuncu da n üstəgəl 99 olmalıdır. Yəni, buradan baxırıq ki, bizə deyir, ən kiçik və ən böyük ədədlərin cəmi. Ən kiçik n-dir, ən böyük isə n üstəgəl 99-dur. Bu iki ədədin cəmi isə bizə verir 629-u. N-ləri toplasaq 2n, 629-dan da 99 çıxsaq 530. 530-u da 2-yə bölsək 265. Yəni cavabımız burada 265 D variantıdır. Deməli 8-ci sualda AB 7 çıx, AB bərabərdir 133 verib. Biz bilirik ki, təklik, onluq, yüzlük olmaqla A-mız yüzlüydür. Ona görə 100A üstəgəl 10B üstəgəl 7. Daha sonra AB-ni də yazırıq. 10A çıx B kimi. Bunu yəqin ki, deməyə ehtiyac yoxdur ki, A üstəgəl B 10A üstəgəl B olacaq təbii ki. Mötərizənin qarşısında da mənfi olduğu üçün B-miz də mənfiyə çevriləcək. Daha sonra A-larımızı çıxırıq 90A. B-lərimizi də çıxırıq. Olur 9B bərabərdir 133-ə. Hər iki tərəfdən, daha doğrusu sol tərəfdən 9-u mötərizə xaricinə çıxarsam 10A üstəgəl B bərabərdir 133-ə. Bir də burada 7-mizi unutmuşuq. Çıx 7 yazmalıydıq. Onda burada da 126 yazacağıq. Daha sonra burada da AB-miz alınmış olur 14. Yəni 126-nı 9-a bölsək cavabımız 14. Bizdən də AB cəmini soruşduğu üçün AB cəmimiz də bərabər olur 5-ə. Yəni cavabımız 8-ci sualda cavabımız Y variantı olacaq. 9-cu sualı isə gəlin başqa qayda ilə yazaq.
Alt-alta yazaq. AB 8 çıx AB. Bu suallar məntiqdə də qarşımıza çıxır. 179. Aha, artıq məchul çıxılanı tapmaq kimi 8-dən neçəni çıxsaq 9 edər. Bilirik ki 9-u, yəni B-miz 9-dur. B 9-dursa və 9-dan birini 8-ə vermişiksə, qonşuya vermişik. 8-dən neçə çıxsaq 7 edər. Təbii ki 1. Deməli ki AB-miz 19-dur. İndi yerinə qoyub yoxlayaq. 198-dən çıxaq 19-u. Cavab alınır həqiqətən də 9, 7 və 179. Deməli bizim A və A-mız 1, B-miz 9-dur. Bizdən soruşur A və B-nin cəmini. 1 və 9-un cəmi də olacaq 10. Təbii ki cavabımız olur C variantı. 10-cu sualda bizdə 2 rəqəmli ədəd AB bərabərdir 2A üstəgəl 4B-yə. Yerinə qoyub yazaq. 10A üstəgəl B bərabərdir 2A üstəgəl 4B-yə. A-nı sol tərəfə, B-ni sağ tərəfə keçirsək, 8A bərabərdir 3B-yə. Burada da təbii ki yerlərini dəyişsək, yəni 8 vur 3, 3 vur 8 kimi yazsaq, A-mız 3, B-miz 8 almış olarıq. 3 üstəgəl 8 isə cavabımız olacaq 11. 11-ci sualda yenə 10-cu suala oxşuyur. Yerinə qoyduq, yazdıq. Deməli aldıq 7A bərabərdir 3B. A bərabərdir 3, B isə 7-yə bərabərdir. Bizdən də B çıx A-nı soruşduğuna görə 7 çıx 3 bərabərdir 4-ə. 12-ci sualda yenə digər suallara oxşuyur. Burada isə AB bərabərdir 2A üstəgəl 5B olarsa, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini istəyir bizdən. Deməli, yenə AB-ni açaq 10A üstəgəl B bərabərdir 2A üstəgəl 5B-yə. A-ları sol tərəfə, B-ləri sağ tərəfə keçirək. Burada hər iki tərəf 4-ə bölündüyünə görə hər iki tərəfi 4-ə bölək. 2A bərabərdir B-yə. Bizdən də AB qiymətinin ən böyük və ən kiçik qiymətlərini soruşur. Deməli, artıq burada A və B bir neçə rəqəm qoya bilərik yerlərinə. Məsələn, A-ya 1 versək B 2, A-ya 2 versək B 4, 3 versək 6, 4 versək 8 ala bilirik. Bu da o deməkdir ki, artıq 5 qoya bilmirik. 5 qoysaq 10 alınır. Bu da doğru olmaz. Çünki 1-dən 9-a qədər rəqəmlər yazılmalıdır. A 0 ala bilməz, B isə ala bilər. Baxırıq ki, ən kiçik ala bilər 12-ni, ən böyüksə ala bilər 48-i. Bizdənsə bunların fərqini soruşur. 48 çıx 12 bərabərdir 36-ya. 13-cü sualda yenə 12-ci suala oxşuyur. Artıq yazdım mən və tapdım ki 3A bərabərdir B-yə. Onda A-ya 1 versək yenə B-miz olacaq 3, A-ya 2 versəm 6, 3 versəm 9. Bura qədər yazırıq, artıq 4 yaza bilmirik. Yenə bizdən soruşur ki, ən böyük qiymət ilə ən kiçik qiymətinin bu dəfə cəmini soruşur bizdən. Ən kiçik yaza bilirik 13, ən böyüksə yaza bilirik 39 və bunların cəmini soruşur bizdən. Olacaq 52. 14-də bizə verib 5940 ədədi 5 rəqəmli ABCD-yə və ADCB-yə ədədlərin fərqinə tam bölünür. Tam bölünürsə kəsr şəklində yazdım və belə təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, burada 2 dənə 10 minlik A-mız var. 10.000 A və 10.000 A. Bunları elə birbaşa çıxıram. Burada bir-birindən gedir. Burada 100C var, burada 100C var. Bunlar da gedir. Yerlər də gedir. Təbii ki, qalır burada nə? 1000B və 10B. 1000B-dən də 10B çıxanda olur 990B. Və burada
Bir də qalır D-lər. 10D-dən də 1000D-ni çıxsa, burada da 990D qalır. Yaza bilmədik. Aha. Yəni buradan 990 mötərizə xaricinə çıxarsam, mötərizədə 5 çıxdı qalır. 5940-da 990-la ixtisar gedir, qalır 6. 6-nı da 5 çıxdıya bölürük. Deməli, 5 çıxdının bu ədəd deyir, fərqinə tam bölünür. Tam bölünürsə, deməli, 6-nın bölünə bildiyi qiymətləri ala bilir. Yəni, 5 çıxdı ala bilir 1, 2, 3 və 6 qiymətlərini. Bizə sadəcə bunların cəmini tapmaq qalır. 1, 2, 3 və 6-nın cəmi də verir bizə 12-ni. Yəni, yekun cavabımız olacaq 12. 15-ci sualda da yenə 14-ə oxşuyur. Burada 7920 yazılıb. 7920 ədədi 5 rəqəmli, yenə eyni ABCD-yə və ADCB-yə ədədinin fərqinə tam bölünür. Yenə ABCD-yə və ADCB-yə. Yenə eyni A-lar gedir, C-lər gedir, Y-lər gedir, qalır eyni bayaqki yazdığımız kimi 990B və 990D. Elə birbaşa yazaq, çünki artıq tanışdı bizə. 7920 və 990-da yenə ixtisar gedir, qalır 8/5/D. Yenə burada da tam bölmə şərtimiz var. Yəni, deyir ki, fərqinə tam bölünür. Demək ki, 8-in bölünə bildiyi ədədləri yazıq. 1, 2, 4 və 8 öz-özünə bölünür. 1, 2, 4 və 8-i də toplayanda alacağıq 15. On 16-cı sualımızda isə deyir ki, A və B natural ədədləri üçün C bərabərdir. A çıx 5 mötərizədə 3B üstəgəl bir tək ədəd olarsa, AB əslinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini istəyirsə bizdən və hasil təkdir. Hasil nə zaman tək olur? Vuruqların hər ikisi tək olduqda. Deməli, vuruqların hər ikisi tək olmalıdır və ən kiçik olmalıdır. Onda gəlin A çıx 5-i 1-ə bərabər edək. A bərabərdir 6 olmuş olur onda. 3B üstəgəl 1 isə biz nəyə bərabər edə bilərik? 1-ə, 3-ə, 5-ə, 7-yə və s. Yenə də kiçik qiymət almalıdır. 1 qoya bilmirəm. Çünki mövzumuz natural ədədlərdir və cüt tək ədədlərdən söhbət gedir. Ona görə kəsir qiymətlər almamalıyam və mənfi qiymətlər də almamalıyam. 3B üstəgəl 1-i bərabər eləyə bilərəm 7-yə. 5-ə də bərabər eləyə bilmirəm. 7-yə bərabər edirəm. 3B bərabərdir 6, B isə bərabərdir 2. Deməli, A-mız 6, B-miz isə 2 olacaq. AB-nin hasili isə A vur B bərabərdir 2 vur 6, 12 olacaq cavabımız. 17-ci sualda A, B və C natural ədədləri üçün 2A üstəgəl B, C böl 8 bərabərdir 50-dir. Deməli, bizə B-nin ala biləcəyi ən böyük qiyməti istəyir bizdən. Biz deməli bilirik ki, B-nin ən böyük qiymət alması üçün digər cəmlər ən kiçik olmalıdır. A, B və C-nin də natural olduğunu bilirik. Onda A-nın yerinə biz ən kiçiyinə qoya bilərik 1. 2 vur 1, yəni üstəgəl B-ni saxlayıq olduğu kimi. C də yenə natural ədəd olduğuna görə və bu ən kiçik olmalı olduğuna görə C-yə biz 8 verə bilirik. Yekun cavabımız 50 olmalıdır. Deməli, gəlin buradan B-ni tapaq. 50 çıxılsın. 8 böl 8, 1. 2 vur 1, 2. 50-dən 3 çıxırıq. B də bərabər olur 47-yə. 18-ci sualda bu şərti ödəyin AB2 rəqəmli ədədlərinin sayını soruşur. Açılışını yazaq.
10A üstəgəl B çıx 10B çıx A böl AB-yə A minus B-yə üstəgəl A üstəgəl B bərabərdir 21-ə. Buradan alıram ki 9A çıx 9B 10A'dan A çıxdım. B'dən mənfi 10B A minus B. Buradan da 9-u mötərizə xərcinə çıxarsam A minus B'lər gedər, qalar 9. 9 üstəgəl A plus B bərabərdir 21. Buradan da aldım ki A plus B bərabərdir 12-yə. Aha, gəlin indi baxaq. Artıq qiymət qoymalıyıq yerinə. A plus B-nin 12 olduğu cavabları tapırıq. Aha, gəlin baxaq. A plus B bərabərdir 12. Deməli, mən buna A-ya ən kiçik 3 verə bilirəm. O zaman B 9 olur. 4 verə bilsəm 8, 5 versəm 7. Və bir də bunların tərsi. Yəni 39, 48, 57 və 93, 84, 75. Bir də burada qaldı 6, 6. Demək, A və B iki rəqəmli ədədlərin sayını soruşur bizdən. 39, 48, 57, 93, 84, 75 və 66. Yəni 7 ədədlərin sayı, AB-nin ala biləcəyi ədədlərin sayı 7. Gəldik 19-cu suala. 19-cu sual məralı sualdır. Deməli, mən bunu necə izah edərəm? 3 rəqəmli ədədin 1% onun rəqəmlər cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Deməli, mənə lazımdır ABC ədədi. 100% necə tapırıq? 1% nədir? 1% ədədin %1 hissəsidir. Yəni, bu ədədi 100-ə böldükdə ABC cəmini verir bizə. Hansı ədədi 100-ə bölsək tam ədəd alınır? Təbii ki, B və C deməli 0 olmalıdır ki, çünki ABC cəmi mənə mütləq ki, tam ədəd verməlidir. Ona görə də biz ABC-nin BC-ni 0 götürsək, ABC-nin ala biləcəyi ən kiçik qiymət 100-dür. ABC-nin ala biləcəyi ən böyük qiymət isə 900-dür. Yenə deyirəm, çünki mən burada 8 yazsam, 7 yazsam, 100-ə bölsəm həmin ədədi onluq kəsr alaram. Ona görə mənə bu lazım deyil. Ən kiçik alacam 100, ən böyük alacam 900. Bizdən də fərqini soruşduğu üçün 900-dən 100 çıxacam, alacam 800. 20-də isə 2 rəqəmli ədədin təkliklərinin sayı onluqların sayından 2 vahid böyükdür. Bu iki rəqəmli ədədin rəqəmlər cəminin hasili 144 olarsa, bu ədədi tapın. Yenə bizə AB ədədini verib və deyir ki, təkliklərin sayı onluqların sayından 2 vahid böyükdür. Yəni, A-ya ən kiçiyini nə deyə bilərəm? 1, A1 olarsa B3, A2 olarsa B4, 3 olarsa 5, 4 olarsa 6, 5 olarsa 7, 6 olarsa 8, 7 olarsa 9-dur. Və 13-ün rəqəmlər cəminə hasili, yəni 4 ilə hasili 52 verir. 24-ün rəqəmlər cəmi ilə hasili bizə 144 verir. Qısaca olaraq bu misalı belə tapa bilərik ki, deməli, AB ədədi 24-ə bərabərdir. Bunu yenə AB-ni açaraq da B bərabərdir. A üstəgəl 2 yazaraq da tapa bilərik. Lakin bu üsul mənə elə gəlir ki, daha qısadır. Ona görə sizə hansı rahatsa onunla edə bilərsiniz. Düşünürəm ki, bu üsul daha qısadır. 21-ci sualda 2 rəqəmli ədədin təkliklərin sayı onluqların sayından 3 dəfə çoxdur deyir. Artıq yazdım mən. Bu hansı ədədlər ola bilər?
Bunda daha az ədəd sayı var. Ola bilər bu ədədlər 13, 26 və 39. Burada isə deyir ki, bu iki rəqəmli ədədin rəqəmlərinin fərqinin moduluna hasili 234 olarsa. Moduluna hasil dedikdə 13-ü vururuq 2-yə, 26-nı vururuq 4-ə, 39-u isə vururuq 7-yə. Üzr istəyirəm 6-ya. Aha. On 13'ü 2'ye vursam cevap 26. 26'nı 4'e vursam cevap 104. 39 6'ya vursam ise cevap 234 olacak. Yani bu sonuncu cevabım ödədir. Deməli bu ədəd 39 ədədidir. Gəlin bir də bunu digər üsulla yazaq. Mənə deyir ki, yəni AB B bərabərdir 3A-ya. Yəni təklik onluqdan 3 dəfə böyükdür deyir. Deməli yazıram AB bərabərdir 10A plus B. Və mənə deyir ki, AB-nin fərqinin hasili 234-ə bərabərdir. Bu da o deməkdir ki, 10A üstəgəl B vurulsun 5 çıx A bərabərdir 234-ə. Burada B-lərin yerinə 3A qoyuram hamısına. Buna da 3A qoyuram, buna da 3A qoyuram. Buradan da alıram 13A vurulsun 2A bərabərdir 234'ə. 26A kvadratı bərabərdir 234. Deməli 234'ü 26'ya böldükdə cavab 9. Buradan da alıram ki A bərabərdir 3'ə. A 3'dürsə B-də nə olacaq? Təbii ki, onun 3 dəfə böyük olduğuna görə 39 olacaq. Yenə gördüyünüz kimi 39 cavabını aldıq.